Sadəcə olaraq bu pul ödənməsə, ya müəssisəni bağlayacağıq. 2500-ə qədər qalxacaq. 1800 manatı verəcəyi başqa yolu yoxdur. Çox pis. O 2500 mən kimdən çıxartmalıyam? Bu cəmaatdan çıxartmalıyam. Biz bu məbləği ödəyə bilməyəcəyik. Materialları belə özümüz alırıq. Nə həkim qalmayacaq, nə tibb bacısı qalmayacaq, nə xadimə qalmayacaq. Biz bu məbləği ödəyə bilməyəcəyik. Sumqayıt şəhərinin və ətraf ərazilərdə yaşayan sakinlərə xidmət edən stomatoloji poliklinikanın həkim kollektivi təbibin qoyduğu qaydalara demək olar ki, etiraz edir və 1800 manatın həkimlərdən hər ay tutulmasına etiraz edirlər. Bildirirlər ki, onlar əgər bu sistem test təsdiqini taparsa, onlar demək olar ki, kütləvi şəkildə istifa verib öz ərizələrini yazıb işdən çıxacaqlar. O bagajla, o pasiyent baza ilə oradan bura gəliblər. Yəni ki, imtiyazlılardır və uşaq əhalisidir bizə gəliblər. 2020-ci ildən şəhərdə olan böyük xəstəxanalar İmkanı olanları gediblər, özəllərə gedirlər də bura gəlmir ki. 1800 manatın təyin edilməsi ümumiyyətlə sizə bir həkim olaraq necə təsir edir? Çox pis. Belə deyək də, biz dövlət poliklinikasında işləyən həkimlər, həkim stomatoloqlar, biz illərdir, mən 21 ildə iş stajım var və bu 21 ildə həmişə təminat, təchizat, bütün materialı, avadanlıq hamısının öz hesabım olub. Yəni ki, bu məbləğ bizə çox pis təsir edir. Niyə? Çünki biz bu məbləği ödəyə bilməyəcəyik. Ona görə ödəyə bilməyəcəyik ki, bizim müraciət edən əhali maddi təminatı aşağı olan insanlardır. Və maddi təminatı aşağı olan insanlar təbii şəkildə yüksək qiymət ödəmək iqtidarında deyil. Biz onlara yüksək qiymət qoysaq, təbii ki, biz öz hesabımıza təmin etdiyimiz materialları, avadanlıqları hamısını özümüz alırıq. Və təbii ki, onlara yüksək qiymət qoysaq, biz də qiyməti qaldırmalıyıq. Bu qiyməti də qaldıranda əhaliyə sərf eləməyəcək və poliklinikada bağlanacaq. Yəni deyirsiniz ki, qiymətin qaldırılması işçi sayına da təsir edə bilər, əhalinin gəlişinə təsir edə bilər, düzdürmü? Bəli, işçi sayına da təsir edəcək, əhaliyə də təsir edəcək. Bizim tələbimiz odur ki, bizi də heç olmasa digər tibbi xidmətlər kimi sığortaya alsınlar. Heç olmasa ən azı ilkin stomatoloji yardımları, ilkin müayinəni, çəkimi, xəstəyə ilkin ağrı ilə gələn xəstəyə ilkin yardımın materiallarını ən azı alsınlar sığortaya və bizə deyirlər ki, siz dövlətə sərf eləmirsiniz. Siz gəlir gətirmirsiniz. Biz gəlir gətirmək üçün biz də gərək sığorta öz himayəsini ala ki, biz də xidmət göstərək və sığortadan pul gələk. Dövlət poliklinikasında bu tələb olunur. Bəli, bu tələb olunur. Biz də sığorta ilə işləmirik deyə, təbii ki, bizim heç bir xeyrimiz olmayacaq. Ona görə də biz də xahiş edirik ki, insanlar var ki, həqiqətən maddi durumları çox aşağıdır. O insanlara yardım eləmək üçün ən azından ilkin tibbi müayinələri, ilkin tibbi xidmətləri, stomatoloji xidmətlərdən təbii ki, danışıram. Onları sığortaya salmaq şərtdir. Əslində biz doğrudan da biz həkim kimi dəhşət yaşamışıq. 1800 manatı ödəmək heç bir stomatoloqun cibinə uyğun deyil. Burada götürəndə ki, dövlət təminatlı heç bir şey yoxdur, dövlət təminat eləyəcək. Materialları belə özümüz alırıq, ustanovka belə bizimdir, kabineti belə biz özümüz remont eləmişik. Ona görə bunu nəzərə alaraq, yəni o 1800 manat heç bir şeyə uyğun deyil. Mümkün deyil yəni. Yəni deyirsiniz ki, belə bir şey təmin edilsə, təsdiqlənsə, bir həkim olaraq işdən çıxma ehtimalınız da var. Çıxma ehtimalımız var, yox, çıxma ehtimalımız yüksəkdir. Çünki heç bir həkim mən inanmıram ki, 1800 manat ödəyib burada otursun və şərt budur ki, bütün materialı da biz özümüz almalıyıq. Bu hansı nəyə uyğundur, hansı qanuna uyğundur? Siz azından bizi biraz təminat verin ki, biz də heç olmasa ilkin yardımı bizə təminat verin ki, xəstələrə biz ilkin yardım göstərək, sığortaya salınsın ki, buna uyğun da biz iş görək. Amma yenə də 1800 manat bizim heç bir doğru dildə desəm cibimizə uyğun deyil. Mən bura məcburi təyinatla göndərilmişəm. Rezidentura təhsilim var və onu bitirəndən sonra dövlət məni məcburi təyinatla stomatoloji poliklinikaya yönləndirib. Baxmayaraq ki, mən Bakıda yaşayıram. Ümumiyyətlə, şəraiti mən gəlib görəndə özüm də biraz məyus oldum və mənim iş stajım az olduğu üçün, bitirən kimi mən bura yönləndirdiyim üçün mənim maaşım 450 manatdır. Və mən 450 manatdan həm yaşamımı təmin edirəm, həm də ki, öz stomatoloji materialları alıram və hətta mən pasiyentlərə keyfiyyətli bir müalicə təqdim eləməliyəm. Baxmayaraq ki, bura dövlət xəstəxanasıdır. 1800 manat hər ay hər həkim ödəməsi
heç qəbul edilə bilməyəcək. Yəni deyirsiniz ki, bu qiymət təsdiqlənsə, burada həkim qalmayacaq. Heç bir nə həkim qalmayacaq, nə tibb bacısı qalmayacaq, nə xadimə qalmayacaq. Burada işləyən bəlkə də 50-dən çox işçi var. Hər kəsin çörəyinə bais olacaqlar. Bəlkə həkimlər, məsələn, mən yeni nəsləm, mən bundan əlavə özəl klinikalarda da işləyə bilərəm. Ancaq digər həkimlərin də vəziyyət necə olacaq onu bilmirəm. Tibb bacıları iş tapa biləcəklərmi, xadimələr, baş həkim? Çox çətindir. Bəli. Ümumiyyətlə burada qiymətlərlə bağlı necədir vəziyyət? Yəni təbii bunu nəzərə almadı da təbii ki. Yəni bu qiymətlər necədir? Neçə həkimlər neçə iş görürlər? Yəni bax ətraflı məlumat verin. Bilirsiniz necədir? Bura dövlət xəstəxanası olduğu, poliklinikası olduğunu düşünəndə bütün pasiyentlər bura gəlir, düşünürlər ki, pulsuz olmalıdır. Biz onun problemini çəkirik. Biz izah edə bilmirik ki, biz təbibin tərkibinə daxil deyilik. Biz maaşımızla bütün materialları alırıq. Bizi heç nə təmin etmirlər. Təmin etsəydilər, tamam biz sizə müəyyən bir güzəştlər eləyərdik. Hətta bəzi şeyləri bəlkə pulsuz da eləyə bilərdik və s. Ancaq biz öz maaşımızdan, öz qazancımızdan ödədiyimiz üçün onları izah edə bilmirik. Qiymətləri qaldırsaq, əgər o 1800 manat ödəniş üçün qiymətləri qaldırsaq, heç bir pasiyent gəlib bu şəraitdə o pulu ödəməyəcək bizə. Çünki onlar adicə burada biz həkimlərimiz plombu məcbur şəkildə 20 manata qoyurlar və pasiyent gəlir deyir ki, onlar həkim 15 manat verim. Yəni bu vəziyyət 15 manata diş müalicəsi qəti şəkildə heç bir yerdə ola bilməz. Bunun heç material pulu deyil, qalmış da həkimin əziyyəti, ora çəkdiyi əziyyət, o həkimin biliyi belə ona dəyməz. Bu həkimə göstərilən bir, necə deyim, sayğısızlıqdır. Yəni buna rəğmən o 1800 manat tələb edirlər. Bəli, və pasiyentlərin heç birisi də bura ödəniş etməyəcəklər. Adi gəlirlər deyirlər ki, mən bura ödəyəcəyimi o 20 manatı gedərəm özəldə rahat, hər belə şəraiti də var, mənə gözəl qulluq da eləyirlər və s. Və hətta orada həkimləri də müqayisə edirlər. Buranın həkimlər, bu şəraitdə işləyən həkimlərlə yaxşı şəraitdə işləyən həkimlərin təcrübələrini də qiyaslayırlar ki, o daha yaxşı, yəqin ki, yaxşı bilir ki, o yaxşı yerdə işləyir. 1996-cı ildən Sumqayıt şəhər uşaq stomatoloji poliklinikasında həkim kimi fəaliyyət göstərir. O gündən bəri bu ərazi üzrə yeganə dövlət balansında olan stomatoloji poliklinika kimi fəaliyyət göstərir. 2020-ci ildən isə səhiyyədə baş verən islahatlarla əlaqədar təbibin nəzdində olan tibb müəssisələri böyük pasiyentlərə xidmət göstərən stomatoloji kabinetləri də bizim müəssisəyə yığıb yerləşdiriblər ki, müvəqqəti çətinlikdir, hələ ki işləyin, böyük ehtimalla sığorta götürəcəksiniz və hələ ki islahatlar gedir. Biz də işləmişik. Sadəcə olaraq 2-3 gün öncə təbib qəfil qərar verib ki, hər bir stomatoloji həkim dövlətdə çalışan 1800, bölgələrdə olansa 1200 manat pul ödəməlidir. Bu qiymətlər bizim dolanışığımıza, bizim iş prinsipimizə uyğun deyil, heç cür astronomik rəqəmlərdir bu. Bu rəqəmləri hardan çıxardıblar, necə çıxardıblar? Biz yazılı şəkildə müraciətlər eləmişik lazım orqanlara. Həkimlərimizin bəzisi təbibin qəbulunda da olub. Onlar öz dediklərini deyiblər ki, biz sadəcə olaraq bu pul ödənməsə, ya müəssisəni bağlayacağıq. Yəni həkim kimi sizə təsir edir? Bəli, təsir edir. 96-cı ildən burada işləmişik. Əhalimizin, əsasən kasıb əhalimiz gəlir bura. Sosial müdafiəsi zəif olan insanlarımız gəlir bura. Bir də onu da qeyd edeyim ki, biz burada 2020-ci ildən fəaliyyət göstərəndə o hansı ki, böyük xəstələrə də baxmağa başladıq. Həmin vaxtdan bizə imtiyazlı xəstələri öz hesabımıza qəbul eləmişik. Bizə deyirdilər ki, hələ ki, yola verin bunları nətər deyərlər. Sonradan sığorta gələcək, hansısa bir mənbələr tapsaq, onun maliyyələşməsini təmin edəcəyik. İndi də belə qərar veriblər. Deyirlər ki, heç bir imtiyaz göstərilmir. Şəhid ailələri, qazilər, az təminatlı ailələr, indiyə kimi onlara biz öz daxili imkanlarımız hesabına xidmət göstərmişik. İndi deyirlər ki, səhv eləmişsiniz. O təbibin nəzdində nəzərdə tutulmayıb ki, onlara pulsuz xidmət göstərsin. Hamısı ödənişli olmalıdır. Əhali ilə bizi üz-üzə qoyublar. O ki, qalıb deyirsiniz ki, məsələn, ödəniş almışsınız xəstələrdən, bəli, onların da göstərişi ilə müəyyən məbləğdə material pulu almışıq, ondan da əhalimizə xidmət göstərmişik. Pullu eləmək istəyirlər, pullu eləməyin qaydası var, islahatların qanunu var, kassa qoysunlar, faiz qoysunlar, yəni sivil ölkələrdə necə deyirlər.
Sadəcə həkimə plan qoymaq düzgün deyil. Bir ay olar xəstə 5-i gələr, bir ay olar 10-u gələr. Birdən-bir o summanı qoymaq düzgündür. O demək ki, bağlayın, çıxın, gelin bura. Yəni Sumqayıt şəhərində bir dənə buradır da poliklinika. Nəinki Sumqayıt şəhərində ərazi üzrə, Xızıdan belə, Altağaçdan belə bütün bu zonadan pasiyentlər bizə müraciət edirlər. Ən çox da müraciət edən kasıb əhalimizdir. Yəni deyirsiniz ki, bu qiymət təmin olunsa bir həkim olaraq burada qalmaq sıfıra Yəqin ki, elə olacaq. Sadəcə könüllü şəkildə mən etiraz edib, ərizə yazıb işdən çıxmıram ki, onun hüquqi tərəflərini fikirləşirəm. Son axırıncı dəqiqələrə kimi gözləyəcək, görək bəlkə dövlətimiz buna bir çarə qılar, nəsə bir sivil yolla bunu həll eləyər. Yox, eləməzlər, özləri nətər çıxardır, azad edirlər, eləsinlər. Böyük ehtimalla məhkəməyə müraciət edəcək ki, bizi bu şərtlər daxilində işdən çıxardıblar. Yəni aldığınız əmək haqqı nə qədərdir? 531 manat. 531 manat ya 530 manat. Yəni bütün avadanlığı, inventariləri, hər şeyi siz təmin edirsiniz. Bəli, 90-cı ildən Sovet hökuməti yıxılandan nə olub, hamısını özümüz almışıq, özümüz təmin eləmişik. Xəstələrdən aldığımızı materialı da vermişik, özümüzü də dolandırmışıq, əhalimizi də yola vermişik. İndi də qanuni şəkildə təsərrüfat hesabına keçirdirlər, keçirsinlər. Özəlləşmə tətbiq eləmək istəyirlər, onun da qaydaları var. Hansı sivil qaydada eləmək lazımdır. Yatıb yuxu görüb birdən-birə həkim biri belə plan verməlidir. Bu düzgün məsələ deyil mənim zənnimcə. Bir həkim olaraq, yəni bu gün bu qiymətin sizə təmin edilməsi, yəni təsdiqlənir ki, bu qiyməti ödəməlisiniz. Yəni bir həkim kimi eşidəndə nə qərar verdiniz? Biz ümumi bütün kollektiv qərar verdik ki, biz bu məbləği ödəyə bilməyəcəyik. Heç cür ödəyə bilməyəcəyik. Şəxsən mən 33 ildir ki, həkim stomatoloq kimi fəaliyyət göstərirəm. 20 ildə yaxındır ki, imtiyazlı xəstələrə, şəhid ailəsinə, veteranlarımıza, qazilərimizə, invalidlərə, qrupbası olanlara, onlara qulluq eləyirik. Yəni ki, təmənnasız. Biz onun əvəzində də heç bir təminat görmürük. Və bizi də 20-ci ildən, 2020-ci ildən bizi bura köçürdülər ki, biz o xəstələrə qulluq eləyək. Hal-hazırda bura 20-ci ilə qədər detski stomatologiya olub, amma biz 4 nəfər bizi bura köçürdülər sırf bu xəstələrə, imtiyazlı xəstələrə qulluq eləmək üçün. Və mən sual verdim təbibdə bizə deyəndə ki, bu qədər məbləğ qoyulur və siz bütün xəstələrdən bir 60-70 manat bir plombaya görə almalısınız ki, bu məbləği yığıb verə biləsiniz. Mən etirazımı bildirdim. Dedim, bəs bu qazilər necə olsun? Şəhid ailələri necə olsun? Bəs hardadır deyirsiniz ki, şəhid balaları bizə əmanətdir, şəhid ailəsi bizə əmanətdir, biz onlara pulsuz qulluq elə, biz onlara həyatımızı borcluyuq ki, onlar torpaqlarımızı azad eləyiblər, torpaqlarımızı öz qanları ilə suvarıblar. İndi biz onlardan necə bu pulu istəyə bilərik? Bilirsiniz nə cavab verdilər? Dedi ki, almalısınız, qutardı getdi. Biz bu şeylərə baxmırıq. Hamıdan bura girən hamıdan 60-70 manat müalicə pulunuzu almalısınız və yığıb o 1800 manatı bizə verməlisiniz. Hətta dünən biz görüşdə olduq, Bakıda, təbibdə görüşdə olduq və Azad müəllimə də suallarımızı ünvanlandıranda sanki o belə ötəri keçdi. Heç, yəni bizim o suallarımızı düzgün doğru da cavablandırmadı. Yəni o da bir sözlə dedi ki, hələ biz istəyirdik, bax onun sözüdür, biz istəyirdik hələ 2500 eləyək, amma statistikanı öyrənib, yəni ki, bu qərara gəlmişik ki, 1800 manat hər həkim hər ay bunu ödəməlidir. Nə əsasən müəyyənləşdirdilər o 1800 manatı? Yəni siz o qədər çox qazanırsınız? Yox, biz o qədər qazanmırıq, qazancımız yoxdur o qədər. Nə qədər maaş alırsınız? 531 manat. Yəni 531 manata görə təzədən 1800 manat əlavə ödəməlisiniz. İndi mən o bir sualım da olardı. Bir cavablandırardılar ki, qurumlar ki, yəni bura dövlət poliklinikasıdır. Bura özəl deyil. Bura təsərrüfatlı, tam təsərrüfatlı poliklinika deyil. Necə olar ki, dövlət poliklinikası ola-ola biz özümüz qazanmalıyıq, o pulu onlara keçirtməliyik. Onların dediklərinə görə o 1800-dən bizə həm maaşımızı verəcəklər, həm sanitarkanın maaşını, həm tibb bacısının maaşını, yəni oradan ödəyəcəklər. Və biz ona sual eləyəndə ki, yaxşı, biz sizə bu ödəyəndə 60% bizə verməli dedik, yox, biz sizə heç nə verməyəcəyik, özünüz qazanacaqsınızsa bu işçilər, yəni burada söhbət ondan gedir ki, bizə dedilər ki, kim verməsə iyulun 1-də hamımıza məktub gələcək və bütün stomatoloqlar işdən çıxacaq. Hamı çıxsa, bəs burada kim qalacaq? Bəli, indi
İndi siz fikirləşin ki, tək stomatoloqlar yox. Burada bilirsiniz nə qədər sanitarkamız işləyir, burada tibb bacıları işləyir. Onları da qoyaq. Bu boyda ahali qalacaq işsiz. Ondan başqa da bu ahalini də düşünən yoxdur ki, bura o qədər az təminatlı ailələr gəlir ki, inanırsınız, uşaqlar bura gəlir, imkansızlar gəlir. Çünki Sumqayıt da balaca şəhər olsa da buranın ahalisi çoxdur. Burada qazilərimiz gəlir. Bəs onlar hara gedəcək? Bax, özələ gedəndə, hər özələ gedənin axı imkanı, gücü çatmır o boydana pulu ödəsin bir dişə görə. Bu qanunsuzluqdur və yenə deyirəm, heç bir dövlət poliklinikasında belə bir şey yoxdur ki, dövlət mənə maaş ödəyir, amma sən deyirsən ki, yox, sən mənə verməlisən 1800, mən də onun əvəzində sənə maaşı verəcəyəm. Elə bir şey olmaz. İndi təmirsiz poliklinikada... Siz pulu yığıb bizə verməsiniz, biz o miqdarında müəyyən mislini sizə verməliyik. Onu da vermir, onu vermir. Onu zaten bilirik ki, Seravno o maaşımız bizə dövlətdən veriləcək, lap o 1800-də versək, amma vermək iqtidarında deyil. Bizə o bizim qüvvəmiz ona çatmayacaq. Ondan başqa da bura yəni ki buranın şəraiti də normal. Şəraiti normal deyil. Deməli buranın şəraiti normal deyil. Bura təmir olunmayıb. Otaqlarda nə təmir eləmişsə həkimlər öz gücünə, öz qüvvəsinə eləyir. Öz maaşınızın hesabına. Bəli, öz maaşımızın hesabına eləyirik. Bütün ləvazimatlarımızı özümüz alırıq ki, xəstələrə qulluq eləyə bilək, xəstələri qaytarmayaq. Bir şikayət də olanda xəstələr şikayət eləyəndə onlar bizə birisi nə deyir? Yola verin. Amma belə də olmaz. Sadəcə olaraq bu pul ödənməsə, ya müəssisəni bağlayacağıq. 2500-ə qədər qalxacaq. Çox pis. O 2500 mən kimdən çıxartmalıyam? Bu cəmaatdan çıxartmalıyam. Biz bu məbləği ödəyə bilməyəcəyik. Materialları belə özümüz alırıq. Nə həkim qalmayacaq, nə tibb bacısı qalmayacaq, nə xadimə qalmayacaq. Biz bu məbləği ödəyə bilməyəcəyik. Buyurun. 5 manat ödəyib. Mən gedirəmsə xəstəxana, həkimə niyə pul verməliyəm? Nə qədər pul ödəyirsiniz dişə görə? Deyir 5 bura ödə, həkimə də özünüz deyib, istəsən nə qədər istəsən onu verərsiniz. Bu nə deməkdir? Yazın qoyun oraya 1 manat 50 köpü, 3 manat, o marketdə həkimi. Cəmaat bilsin ki, dişi neçə çəkirlər. Bu nə hərəkətdir? Valla dövlətin sizdən xəbəri yoxdur. Yoxdur. Burada işləyənlər də nacat edirlər, elə bil nədir. Yəni həkimlərdən də aylıq 1800 manat pul tələb edir. Yığırlar da yığırlar. Niyə görə? Hara köçürürlər onu? Mənim ayağım bir vayandadır, bir vayanda. Həqiqəti düzün demək lazımdır. O da bizim anamız, bacımız. Biz vətəndaş gəlmişik, kimin dərdi var oradaydı. Yazın qoyun oraya ki, diş çəkmə bu qədərdir. Bu cəmaat vətəndaş bilsin ki, pulu var, gələr yoxdur. Bu dövlətdirsə, pul nədir? Qardaş, bura poliklinikaya uşağımı gətirmişəm. Oğlum veterandır. 44 günlük müharibə iştirakçısıdır. Qarnında setka ilə gəzir mənim uşağım. Hər dəfə bura diş çəkdirməyə gələndə uşaq özü də 5 manat pul ödəyir. Deyir, ancaq şəhid ailələri, bir də əlilliyi olanlar təsdiq olunmalıdır. Bu veteran harda qalmalıdır? Çöldə qalmalıdır. Mənim imkanım yoxdur 5 manat hər dəfə gələndə ödəməyə. Aha, siz hələ 5 manat ödəyə bilmirsiniz, amma həkimlərdən aylıq 1800 manat pul tələb edir təbib. O necə olacaq? Mən bilmirəm. Niyə tələb eləyir? Bu həkim biz dişimizi harda çəkdirir? Hər dəfə diş çəkdirəndə 5 manat, 20 manat, 30 manat, müalicə elətdirəndə nə bilim 40 manat, 50 manat. Bu niyə belə olmalıdır? 2500-ə qədər qalxacaq. Niyə mən ödəməliyəm? Mənim uşağım can qoyub orada, yarım candır mənim uşağım. Niyə bu uşaq, niyə mən bu uşağın anası, bu uşağın valideyni mən gəl bura 12 yaşında var, bu uşağın qardaşıdır da. Gedib yarı canını qoyub erməni ilə müharibədə 5 metr üzbəüz idi. Niyə, nə səbəbə mən 5 manat ödəməliyəm? Niyə mən həkimə hər dəfə diş çəkdirəndə 10 manat, 15 manat verməliyəm, 20 manat verməliyəm, diş düzəltdirəndə 50-60 manat verməliyəm? Hansı dövlətdə yaşayırıq biz? Mən xahiş edirəm. O 2500 mən kimdən çıxartmalıyam? Bu cəmaatdan çıxartmalıyam. Heç bir yerə getmək olmur. Adicə Skoriya getmək olmur. Skoriya deyir ki, zəng eləsən Skoriya deyir ki, mən deyir gələ bilmərəm deyir. Mənim imkanım yoxdur deyir. Dərmanlar bizə hamısı pulla verilir. Ampulaları kimi hamısı pulla verilir. Nəyə? Nəyə görə? Mən xahiş edirəm, məşğul olsunlar. Çox xahiş edirəm. Siz həm qiymətlərdən narazısınız. Bəli, həm qiymətlərdən narazıyam, həm də ki pul istəyirlər. Belə şey olar. Hansı zamanda yaşayırıq? Mənim uşağım epilepsiya xəstəsidir. Mən onu nevrolojide yatızdıra bilmirəm. Dur gəl bura. Burada belə deyək də, bu həkimləri də nəzərə almalıdır. Həkimləri konkret təbib pul tələb edir həkimlərdən. Həkimləri valla mən indi eşidirəm onu, mənim xəbərim yoxdur. Mən sadəcə olan şeyi izah edirəm ki, hər dəfə mən bura gələndə deyir ancaq şəhid ailələri.
qazilər, şəhid ailələri, veteran harda qalıb bəs? Hansı küncdə qalıb? Niyə? Zəhmət çəkməyib. Onun üçün zəhmət çəkib də vuruşub. Səhər o da böyüyəcək, əskər olacaq. Səhər gələcəklər, deyəcəklər ki, ver aparam uşağı, xeyir ola. 5 manat verə bilmir bu kişi. Ay sol. Və biz nə deyirik? Biz də deyirik sığortaya sal. 5 manatın üstə bizim qaydada nə qədər qabı olur. Bizə həm də qəribə gələn bilirsiniz nədir? Odur ki, deməli təbibin işçiləri, media, jurnalistlərə intervyu verəndə deyirlər ki, biz heç bir həkimə konkret miqdar 1800-1200 manat sözü deməmişik. Amma çox qəribədir ki, bizim dünənləri təbibin qəbulunda olan bütün həkimlərimizə deyilib ki, konkret olaraq rayonlar 1200, şəhərdəki həkimlər isə 1800 manatı verəcəyi başqa yolu yoxdur. Amma çöldə deyirlər ki, biz rəqəm deməmişik. Yəni öz daxillərində həkimlərə deyirlər ödəməlisiniz, amma ictimaiyyətə başqa açıqlama verirlər. Bəli, ictimaiyyətə açıqlama verirlər ki, biz onlara konkret miqdar deməmişik. Hələ monitorinqlər aparırıq, hələ baxacağıq belə filan. Amma içəridə deyirlər ki, xeyri yoxdur. 1800 manatı verməlisən və səlam. Təbib bazar açıb. Yəqin ki.